Hər kəsə salam. Respublika İnformatika Olimpiyadası yarışlara hazırlıqda Python və C++ tətbiqlərinin növbəti sualını işləyirik. Məncə 23-cü video olmalı seriyanın özündə. Ümumilikdə olimpiyat məsələ həllində 50-nin üstündə videolar var. Ümid edirəm açıqlayıcı, faydalı bir həll olacaq. Bugün şahmat oynayanda ağlıma gəldi ki, bu sual bizdə, onsuz da mənim planımda var idi çəkmək, elə niyə də bugünə qismət olmasın. Məsələ nədir? Sualın şərtini oxuyaq. Knight moves grid, yəni belə deyək, şahmatdakı at fiquru onun tordakı hərəkəti ilə bağlı sualdır. Moves grid. There is a knight on an NXN chessboard. Yəni N-in N-ə bir dənə şahmat lövhəsində bir at fiquru var. For each square, print the minimum number of moves the knight needs to do to reach the top left corner. Deyir ki, ixtiyari belə deyək, xana üçün, xanada yerləşmiş at üçün minimal ən yuxarı sol nöqtəyə, yəni xanaya gedib çıxacaq, gediş sayını hesablayan, yəni çapı həyata keçirtməliyik. Input biraz qarışıq oldu, amma nümunədə deyəcəm. Input the only line has an integer n. Girişdə yalnızca n var bizdə. Çox bəsit görünür, amma çox da dramatik çətindir. Yəni bu bir dənə girişdə olan suallarda biraz diqqətli olmaq lazımdır. Output print the number of moves for each square. Hər bir xana üçün gediş sayını çap etmək lazımdır, yəni yerindəcə. Constraints məhdudiyyətlər 4 to 1000, yəni 4-dən 1000 daxil olmaqla gedirik. Example 8 üçün belə bir şey verib. Yəni bu 8 üçün baxmaqdansa, yəni normal bu sualı başa düşməyə çalışaq, onun üstündən gedək. Demək istədiyi budur. Ümumiyyətcə şahmatda at fiquru nə cür hərəkət edir? Gəlin onu başa düşməyə çalışaq birinci. Yəni normal balaca bir dənə yer çəkək və bu olsun. Və burada məncə ən azı 8 dənə getmək olar əslində. 1, 2, 3, 4, 5, 6, 7, bu da 8. Düz gəldi də 3, 6, 8. 1, 2, 3, 4, 5, 6, 7, bu da aşağı 8 olsun. İndi bunu biz əgər ki gridin özünü işarələsək, 0, 1, yəni bu bizim i koordinatlarımız olsun, sətirlərimiz. 2, 3, 4, 5, 6, 7 indekslədik. Və bu istiqamətdə yod olsun bizdə sütunlarımız. Bu sətirlərdir. Buradan qeyd edeyim. Sətirlər. Bu bizdə olsun sütunlar. Bu da 0, 1, 2, 3, 4, 5, 6, 7 olur. Yəni 8-in 8-ə bir board var əlimizdə. Və bunun üstünü işləməyə cəhd göstərir ki, nədir? Digəri bu xananı götürməyə çalışaq. Bu xananı. Xananın koordinatlarını burada yazaq. 4-ün 4-ü oldu. Yəni yaxşı bir yer seçmişəmmiş. Və onu buradan qeyd eləyək. 4-ün 4-ə. Tamam. Şahmatda at fiquru L formasında hərəkət eləyə bilər. Yəni bu L-i fırladaraq hərəkət elətdirir. İzah eləyə bilirəm. Və bu nisbətlər fikir verin 2-nin 1-i olur. O zaman L kimi baxmağa çalışın. Yəni 2 dənə yuxarı, bir dənə bura gəlsə bu xanaya gələ bilir. 2 dənə yuxarı, bir dənə bura gəlsə bu xanaya gəlir. İndi L-i fırlanmış vəziyyətdə baxın. Elə belə bir L kimi baxın. Elə bir ki L-in sanki bunu fırlatmışsınız da belə bir vəziyyət alın. Həqiqətən fırlatmağa cəhd göstərsiniz, belə bir şey alınabilir. B bura gəlib çıxırıq və bir də bura gəlib çıxırıq. Onu bir dənə də fırlatmağa çalışın. Başa nə demək istəyirəm. Yazın sözün qısası belə gəlmək olur. Və burada da belə də gəlmək olur, belə də gəlmək olur. Yəni kim bir hərəkət eləyir özü üçün. İzah eləyə bilirəm. Fikir versin, maraqlı bir fiqura mənə gəlir. Sanki kvadratın künclərini kəsib yanlarını götürmüşsünüz kimidir. Və ümumilikdə neçə dənədir? 1, 2, 3, 4, 4 sətrin hər birində 2 dənə gəlirsə 8 dənə belə gedişimiz var imiş. Yəni belə çıxır ki, ixtiyari at fiquru üçün, yəni ixtiyari at üçün maksimal deyəcəm niyə maksimal deyirəm. 8 gediş nöqtəsi var. 8 gediş nöqtəsi var.
Gediş xanası var hətta. Xanası var. Yəni çünki bu tində olsa, avtomatik olaraq belə deyək ki, taxtadan qırağa çıxa bilmədiyinə görə azalmalıdır. Ya da ki, burada fikirləşin başqa bir at var, avtomatik olaraq hərəkət edə bilmir, elə də düşünə bilərsiniz. Bunların koordinatlarını birinci yazmağa cəhd göstərək. Buradakı koordinatlara fikir verin. 2 və 5-in olduğu koordinatı götürməyə çalışaq. Orada bizdə olacaq 2-nin 3-ə və 2-nin 5-ə. Gəlin bunların gedişlərini yanından yazaq. Gedişləri nəyə bərabər? Mənfi 2-nin, burada mənfi 2-nin, bax fikir verin, mənfi 2, burada mənfi 1-ə və mənfi 2-nin müsbət 1-ə. Çox maraqlı gedişdir, düzdür? Bu getdi. Davamına bir dənə baxmağa çalışaq. Bura 3-ün 2-yə, 3-ün 6-ya. 3-ün 2-yə, 3-ün 6-ya. Onda əlimizdə olan gediş neçədir? Mənfi 1-in 2-yə, mənfi 1-in mənfi 2-yə, mənfi 1-in müsbət 2-yə. Mənfi 1-in müsbət 2-yə. Davamına keçid eləməyə çalışaq. 5-in 3-ə 6-ya var. Avtomatik hiss eləyirsiniz məncə nə demək istəyirəm. Bir dəqiqə buranı düzəldim. 3-ə 5-in 6-ya. Burada olacaq bizdə 1-in mənfi 2-yə. Deməli, bir dəqiqə. 1-in, nə gözəl çəkdim. 2-yə idarə edər. 6-nın 2-yə və 6-nın 5-ə. O da olacaq 2-nin mənfi 2-yə, 2-nin bir dəqiqə 6-nın 3-əymiş deyirəm, nəsə düz gəlmir. 6-nın 3-ə olacaq mənfi 1-ə. Bu da müsbət 1-ə. Çünki bu tərəf ancaq işarə fərqi olmalıdır. İndi məsələ nədir? Bunları qruplaşdırmaqda olar. Məncə bu ikisini aşağıya da yazmaq olardı. Oradan da bir similarity falan çıxartma olardı. Yəni ümumi 8 gediş buradadır və hiss edirsiniz ki, bu gedişlər üstə gəl çıx 2-nin, üstə gəl çıx 1-ə və ya əksinə üstə gəl çıx 1-in, üstə gəl çıx 2-yə gedir. Müsbət mənfisi ilə. Aydınmı? İndi bunun üstünə gedəcək. Brief first search verməliyik. Niyəsini izah eləyəcəm. Çünki normalda jigsaw tipli məsələlər işləyəndə, əgər ki, qrafda hərəkət eləmək və s. bu hərəkət sualıdır əslində. Orada jigsawda həmişə mənə maraqlı olan bu olur ki, reverse işlədə bilirəm ya yox. Yəni gediş və gəliş eynidirsə reverse işlətmək olur. Məsələn, jigsawda məncə düz yazılan, jigsaw yazılır hə. Ümid edirəm düz yazdım, bilməm. Deməli, burada reverse nə vaxt eləmək olur ki, reverse işlətmək olur bunda. Məsələn, sizin A məntəqəniz var və siz gedib B məntəqəsinə çıxmaq istəyirsiniz və yol simmetrikdir. Yəni, onda belə çıxır ki, A-dan B-yə getdiyiniz yolla B-dən A-ya gəldiyiniz yol eynidirsə, onda məsələni A-dan B-yə getməyin üstünə qurmaq yerinə elə B-dən A-ya gəlməyin üstünə də qursanız, cavab eyni alınmalıdır. Problem yoxdur, hər şey aladır. Və Jigsaw-da həll oluna bilən bu alqoritm normalda brief first search-də də həll oluna bilir. Brief first search-də biz nə edirik? Məsələn, buradan gəldik bura, buradan getdik bura, buradan getdik bura. O üslubda bir şeylər eləmək olur. Ki, onu da tərsindən fikirləşin. Buradan gəldiniz bura, buradan gəldiniz bura, buradan gəldiniz bura. Eyni məntiqlə düşünməyə çalışın. Ağac kimi düşünəndə belə bir dənə vəziyyət var ki, deep first search-lə brief first search-ın arasındakı fərq nədir? Bu, yəni kök kimi düşünün. Məsələn, biologiyada bizdə var idi milkök və saçaqlı kök sistemi. Deep first search, yəni bu nöqtədən sonra bu nöqtənin dirənib qutara bildiyi yerə qədər gedir. İzah eləyə bilirəm. Burada qutarandan sonra dala qayıdıb bu nöqtədən şaxəni atmağa çalışır. Burada da dirənəndən sonra buradan davam etməyə çalışır. Ki, biz orada belə deyək ki, dipi quranda, yəni dynamic programmingdən söhbət gedir. Recursive bir dizayn elə qurmağa çalışırıq ki, avtomatik olaraq sonuncularla hərəkət edirik. Yəni burada bizdə əvvəlki nöqtəyə qayıtmağa çalışırıq. İfadə eləyə bilirəm. Yəni bizim eləməyə çalışdığımız budur ki,
last input, first output olacaq orada. Yəni axırıncı giriş, birinci çıxışlar olacaq. Ondan sonra belə bir şeylər eləyəcək. Amma brief və söyüşdə vəziyyət fərqlidir. Saçaqlı burada fikir verin mildir. Yəni bir nöqtə ilə daha çox düşməyə çalışırsınız ucda. Amma burada məsələn, buradan birinci gəlirsiniz, sonra buradan təzədən gəlirsiniz, sonra buradan gəlirsiniz. Buradan gedişat yoxdursa, buradan təzədən belə gəlirsiniz, sonra buradan belə gəlirsiniz, buradan belə gəlirsiniz. Avtomatik olaraq burada first input, first output məntiqi əmələ gəlir. First input, first output. Yəni FIFO. Onun üstündə işləmək üçün query qurmaq məcburiyyətində qalacağıq. İndi bu querylər bizdə biraz dəyişən formalarda olacaq ki, belə ifadə edeyim. C-də yazmaq asandır. Python-a yazanda əgər mən bunu import eləməsəm, keçirtmək çətindir sualı. Çünki məsələ buradadır. Belə deyək, biz birinci hansı xanadan müraciət eləmişiksə də, yəni o xananı ləğv eləyib, yəni birinci bunu işlətib, bunu ləğv eləyib, sonra gerisinə baxmağa çalışırıq. Yəni xanaları axıra əlavə edirik. Amma işlədəndə əvvəldən işlədik. İfadə edə bilərəm nə demək istəyirəm? Sağa əlavə eləyib soldan işlədirik. Yəni hər şey sağa əlavə olunur, amma soldan işlənilir. Nə mənada deyirəm? Mən fikirləşin bayaqları getdiyimiz kimi getməyə çalışım. Bu saçaqları verəndə təzə gəldiyim yeri axırına artırmışam. Amma burada artıq gediləcək yer olmayanda bura qaydana mən əvvəldən təzədən davam eləməyə çalışıram. İfadə edə bilirəm. Bura var. Mən bilirəm ki, bunlar var. Amma təzədən mən davam eləmək istəyəndə burada artıq gedişat qutarıbsa, bu saçaq üçün, bu mərhələ üçün, bu dərinlik üçün qutarıbsa, mən bunları artıranda, bunları, ucları, bu yarpaqları artıranda, notların liplərini artıranda bura. Sonra bura ilə davam eləməyəcəm axı, bura qədər ki, sonuncu ilə davam eləməliyim. İfadə edə bilirəm nə demək istəyirəm. Yəni bura qədər ki, sonuncu ilə, yəni bunu artıq işarədən çıxartdım. Bura qədər, yəni bunu görəndə mən bunu da görmüşdüm. Axı birinci mən buradan gələndə bunu əlavə eləmişəm. Çünki ifadə edə bilirəm. Elə bir məntiqi əmələ gələcək. İndi bunu şahmat taxtasına tətbiq eləyəndə brief və search-ün özü geniş bir dərsdir. Sadəcə bunun bugün daha belə sadə formasını götürəcəm. Maze alqoritmlərdə onsuz da bu tip şeyləri görmüşük. Məncə bir dənə maze işləmişəm sizinlə. Baxın, bir dənə məntiqlə tutmağa çalışın. Bayaq nəyə görə etdim ki, Jigsaw-da kimi reverse eləmək olar. Yəni, hətta bunun üstündə göstərməyə çalışaq. Ondan sonra gedərik. Buraları biraz təmizləyək. Aydındır ki, trivial həldə bizdə başlanğıc vəziyyətdə. Yəni, əgər ki, bizim at fiqurumuz buradadırsa, onu tərpətməyə mənim ehtiyac yoxdur. Onsuz da, yəni, sıfır hərəkətdən o sol yuxarı küncdədir. Və buradan, fikirləşin ki, yəni, buradakı fiquru mən götürməyə çalışım. Bunun bura gəlməsi üçün bir dənə gediş bəsdir. Yəni buradan bura gəlməklə onsuz da buradan bura gəlmək eyni şeydir. Yəni mən nə edəcəm? Bu sıfırdan birinci gedə biləcəyim xanaları müəyyən edəcəm. Xanaları gedə biləcəyim xana birincisi budur. Sonra ikincisi budur. Sonra məncə başqası qalmadı. Çünki bayaqlarda gördünüz də, yəni bu hissəyə gəldi. Bir də bu hissələrdə və buralarda olmalıdır. Sonra bu xanalardan gedə biləcəyim xanalara mən birinci baxmağa çalışacağam. Məsələn, bu artıq doludur. O dolunu boşu tam tuta bilmək üçün mənfi bir indikatordan istifadə edəcəm. Ya da false-dan da istifadə edə bilərik. Bilməm, orada fərqli yaxınlaşmalardan da gətirmək olar sizin maraq dairəmizə görə. Fikirləşin ki, buranın hamısı mənfi birdən doludur. Və mənfi birdən fərqli olan bir dəyər varsa, onun üstünə getməyəcəm. Çünki o xana istifadə olunur. İndi baxın, doldurmağa çalışaq buranı. Bu birləri gördük. Əla, buradan gedə biləcəyim yer buradır. Avtomatik olaraq bura 2 qoyuram. Nəyə görə? Yəni, deməli, mən buradan bir addımla getmişdimsə də, buradan gələ biləcəyim yer, yəni bu nöqtə bura gəlib buradan gedəcəkdir, ifadə edə bilirəm. Ona görə avtomatik olaraq məndə 2 addım eləmiş olurum. Və buradan bura gəldim, buradan bir dəqiqə bura gələ bilərəm, buradan bura gələ bilərəm, buradan bura gələ bilərəm, buradan bura gələ bilərəm, başqa da gedə bilərəm, bilmirəm. Məncə aydınlaması ilə getdik. İndi buradan hərəkət eləməyə çalışaq. Buradan bura gələ bilərəm, buradan bura gələ bilərəm ki, buranı doldurmuş. Bax, fikir verin, dolu deyib üstünə gətirməyəcəm artıq. Bura getdi, sonra bura gəldi, bura gəldi. Biraz qəribə görünür, bilirəm. Amma bura getdi. İndi bu fikirləşin ki, bayaqlar birinci bura düşmüşdük, sonra bura düşmüşdük. Düzdür, bunlar qutardı. Bunlar qutarandan sonra artıq sıfırın quiz'i qutardığına görə
avtomatik olaraq bura keçməyə çalışıram ki, bundan hara getmişdim. İfadə edə bilərəm. Buradan birinci bura getmişdikmi, bura getmişdikmi yadımda deyil. Fərq eləmir. Yəni bunun getdiyim nöqtəsindən avtomatik olaraq hərəkət eləməyə çalışıram. Buradan hara gedə bilərəm bura? Deməli bu 3-dür. Bu fikir verin. Yəni 3 nöqtə, yəni birinci bura gəlib, sonra bura gəlib, sonra bura gedib. Aydındır? Sonra bura doludur deyə bir şey eləyə bilmirəm. Bura 1-3 yaza bilirəm. Bura 1-3 yaza bilirəm. Bura 3 yaza bilirəm. Bura 3 yaza bilirəm. Yəni getdikcə bu dolmağa başlayır. İfadə eləyə bilirəm burada nə demək istəyirəm. Bura 3 getdi. Ondan sonra mən hansı ardıcılıqla yazdığım yadımda deyil ya, çox belə dərinə gedə bilməyəcəm, amma ya məntiqi məncə başa düşdü. Məncə başa düşdü. Sonra bu 2 bir dəqiqə, bu 1-də idimsə bu 2-də idik yəqin ki. Onda bura 1-3 yazacağıq. Bu tərəfi doludur. Bax fikir verin, bunun üstünə gedə bilməzsiniz siz. Buradan əslində qalanda getmək olur. Çünki mən buradan buraya gəlmişəm. İzah eləyə bilirəm. Amma bu xana boşda idi. Yəni bura, bura və bura hərəkət eləməlidir ki, o gedib çıxa bilsin. Və bura məsələn 3 yaza bilərəm. Sonra bura 3 yaza bilərəm. Bura 3 yaza bilərəm. Sonra 2 dənə bura 3 yaza bilərəm. Yəni bu formatda gedəcək. İfadə edə bilirəm. Hətta gəlin burada 8 dənəli olan bir şeyə baxmağa çalışsaq görərsiniz ki, məsələn bu xanaya fikir verin. 2 dənə bu tərəfində 2 var. O birisini onsuz da doldurmamışdıq. Ondan sonra bir dənə boş xana 2-3 gəlir. İzah eləyə bilirəm. Biz doldura keçsəydik eyni şey görəcəyik. Məsələn bu tərəfdə 3 var. Sonra bir dənə boş 1-2 var. İzah eləyə bilirəm. Sonra ortada 2 dənə boş 3 gəlir. Görürsüz? Birə-bir eyni gələcək. 2-1-3-2. 2-1-3-2 burada. Belə gedəcək. Sonra ortada 2-3-2. Burada bu şəkildə gedir. Sadəcə mən bu dəqiqə doldurmağa vaxtı çox getməyəcək deyirəm. Özünüz əllə də doldurmağa cəhd eləyə bilərsiniz. Bu kodunu yazmağa çalışacağıq. Deməli, mənə elə gəlir ki, açıqlama bu qədər bəsdir. Kod hissəsində bir də təzədən beynimizi yorarıq. Deməli, burada bizə lazım olan nədir? Birincisi, query işlədəcəkdir. From collections import decoy bizə lazım olacaq. Və bizə lazım olacaq nə? Deməli, səhvlərimsə bir dənə giriş var idi, orada başqa işinə qoydu. Aha. N bərabərdir int input. Davamında bizə nə lazım olacaq? Demək, grid yığmağa çalışaq. Bəyaqlar dedim ki, bunun hamısını -1-lərlə doldurmağa çalışaq da. Grid bizdə bərabər olsun. Belə bir şeyə. -1 n-dən olmalıdır və for in. Çox vaxt bunu nə vaxt işlədirik? Əgər ki, dövrün içərisinə göndərmək istədiyimiz bir element yoxsa say üçün işləriksə, çox altdan xətt işlərik ki, sonra da unutmayaq nəyə görə bunu yazdığımızı. Hətta gəlin bunu alt-alta bir dənə yazılmış forma da mən sizə göstərim ki, gedişatı tuta bilək. Grid separator bunu bu şəkildə gedir. Məsələn 5 eləsək, bu 5-in 5-i mənfilərlə doludur. İndi bunu eləyəndən sonra mənim bildiyim bir dənə şey var ki, burada gridin birinci xanasını, onsuz mən gedişatı 0-0 eləməliyim. İzah eləyə bilirəm. Bir dəqiqə, bu bilsin, mən niyə sildim ki? Bu qalsın. Deməli, mən burada gridin 0-0-ını belə göstərək ki, mən onu 0-dan əvəzləyəm. Çünki başdan bilirəm ki, o 0-dır. İzah eləyə bilirəm, o hissə 0-dır. İndi onu eləyəndən sonra mənə moves lazımdır. Yəni hərəkət eləyə biləcəyim hissələr. Onları da gəlin belə eləyək. Fikir verin, onsuz da mənfi müsbət 2-1 getdiyinə görə mən sizdən birinci 1-lə başlayayım, ondan sonra gedərik. Birinci 1-lə başlasaq, yəni tapılarda da və s. Yəni sizə nə rahatlı yazırsınız. Deməli, bu olacaq 1, 2, izah eləyə bilirəm. Olacaq 1, -2. Okey, da bu. Sonra bizdə olacaq -1. Yəni bunlar da alt-alta gəlsin, belə eləyək. -1, 2 və bir dəqiqə. Bu olacaq -1. Bunu da belə eləyim. -1, -2. Bu da getdi. Sonrasında 1-in 2 parasını verdim. Onsuz da 1-lər tutardı. Bizdə olacaq 2, 2 və olacaq 2, -2 və sonrasında yəqin ki aydınlıqda -2. Bir dəqiqə. Bunlar qarışıq para gedirdi. Bir dəqiqə. Düzəldə bildim mi? Bunu da belə eləyək, qəşəng görünsün.
Deməli, mənfi 2, 1. Bu da olacaq bizdə mənfi 2, mənfi 1. Məncə bu hissə aydındır. Yəni hərəkət istiqamətlərimizin hamısı bizdə bəllidir. Yəni 1-in 2-yə hissələri gedəcək mənfisindən müsbətində və 2-nin belə bir qarışıq paralar. Bunlar gedəndən sonra bir Q yığmaq lazımdır. Onu da götürürəm decoyun içərisindən. Decoy, oradan da götürək. Bizə lazım olan nədir? Bizə lazım olan nədir? Bir dəqiqə. Birinci elə 0-0-dan başlamalıdır. O, düz deyirəm. Onda bu list kimi bir şeydir. Yəni funksiya kimi çağırırsınız, amma list formasında verirsiniz ki, Q kimi işlədəcəksiniz. Burada tuple atırsınız ki, bunları görürsünüz para tuple kimidir. Bunları da tuple kimi atırıq bura ki, birinci budur, bunu isə siləcəyik oradan. Orada problemimiz yoxdur. Biz deyirik, nə qədər ki, mənim Q-də, yəni hərəkət elədikcə, hələ də mənim o işarə elədiyim nöqtə varsa, while Q, yəni bu non-empty deməkdir əslində qalanda. C++-da göstərəcəm nə demək istəyirəm. Onda buradan götürəcəyim nədir? İyodları götürürəm ki, mən belə deyək, hansı nöqtədəyəm? An olaraq hansı nöqtədə olduğuma baxıram. İfadə edə bilirəm. İyodları unpacking eləyirəm və pop eləyəndə məsələ nədir? Pop eləyəndə, məsələn, buradan götürməyə çalışaq, başa düşəsiniz. Yəni, sadə vəziyyətdə göstərirəm. Məsələn, atıram sizə. A bərabər normal vəziyyətdə bir dənə listdən danışaq. 1 olsun, 2 olsun, 3 olsun. Mən əgər desəm ki, B bərabər A.pop, onun son elementini götürür və A-dan onu silir. İzah eləyə bilirəm. Amma mən bunu left tərəfdə eləyə bilmirəm. Amma mənə lazımdır ki, axı birinci elementi götürüm. Onda oxşar bir vəziyyətdə belə də eləmək olardı ki, bu da daha çox gedişat deməkdir. B bərabərdir A, belə deyək, 0-ı götürəcəyik. Birinci bunu götürməli. Sonra biz deməliyik del A 0. Yəni biz eyni şeyi bu formatda eləməliyik. A-nı buradan götürməliyik. Yəni də fikir verin. Soldakını çıxartmağa çalışıram. Mən bayaq dedim ki, birinci girəni birinci çıxartmalıyam axı. Yəni popla bunu eləyə bilmirəm. İfadə eləyə bilirəm. İndi oxşar ssenaryonu biz decoyda eləyə biləcəyik. Məsələn, from collections import decoy. Burada bir dənə fikir verməyə çalışın. Equal to decoy. Burada deyək ki, 1, 2 və 3. Case'də bu. Bunu eləyəndən sonra, yəni həmin listin DK formatına gətirəndən sonra içəridə elədiyimiz əməliyyat budur. Mən deyirəm B bərabər A nöqtə pop left. İfadə eləyə bilirəm. İndi baxın, A-nın içərisinə baxın, buna baxın. Buradakını görə bilirəm mən. İzah eləyə bilirəm. Yəni bu hazırdır deyə bir dəfə işləyir, amma burada çox əməliyyat, yaddaş ünvanında dəyişmələr və s. sürəti tənzimləmək üçün bizə sərf eləmir. Eləyə bilərik. Əllə eləyə bilərsiniz, yoxlaya bilərsiniz. Kod fragmenti kimi özünüzdə bir dənə sınayın ki, bunu yazmaq yerinə bu iki sətri yazın. Birinci götürün 0-cı indeksdəkini bunu. Orada ikinci problem partlayacaq bizdə ki, time limiti keçəndə həm də yaddaş limitinə mi yaxınlaşırıq və s. Axı biraz problemlər artır. Ümumi olaraq məncə fikri izah eləyə bilim. Yəni normal bir vəziyyətdə A-nın özü əgər ki sizdə burada belə olsaydı, normal bir dənə siyahı, siz orada bunu eləməyə cəhd göstərsəydiniz, bir dəqiqə, görəcəksiniz ki, left tərəfdən götürə bilmirsiniz. Pop ancaq right tərəfdən götürür, yəni sağdan götürür, soldan götürə bilmirsiniz. Amma bizə brief search üçün mütləq bir surətdə soldan götürmək lazımdır. Qəribə bir situasiya yaşanır. C-də bunu tənzimləmək mənə elə gəlir daha rahatdır. Bəlkə yanaşmalar fərqlidir deyə kiminsə daha yaxşı bir nümunəsi olmuş ola bilər. Pythonda belədir vəziyyət elə ki. Ya da mən belə yaza bilirəm. Deməli, bunu yazandan sonra query'nin içərisindən mən götürəcəm pop left-i. Bura aydındır məncə. Pop left-i götürəndən sonra, istəyirsiniz qutarandan sonra mən sizə göstərirəm onu təzdən. Olsun, elə də göstərir. Pop left-i götürəndən sonra for, yəni paraları götürməyə çalışacağım ki, bu move'sun içərisindəki bu hissələri götürməyə çalışaq. Bunlara AB deməyə çalışaq, ya x, y deyirsiniz, nə istəyirsiniz deyin, yəni bir şeylər deyin ona. Və o bizdə olacaq mi, myod da deyə bilərik. Mi, myod. Yəni move üçün i, bu da yoddur. Yəni i sətrinin sütunundakı hərəkətidir, yod sətri sütunundakı hərəkətidir.
In, hətta bunu oxunaqlığı üçün belə də eləyə bilərik. Unpacking eləyirik yenə də. Moves. Yəni siz bunların hər birinə bir dəfə giriş eləyəcəksiniz. Birincisi Emiyə, ikincisi Emiyə gedəcək. Bunu eləyəndən sonra içəridə eləyəcəyimiz belədir ki, siz bunu unpacking yenə bu şəkildə saxlaya bilərsiniz, özünüzə qalıb. New E, New Yod deyək, New Yod deyək. Bunu eləyəndə bizim əlimizdə maraqlı bir gedişat olmalıdır. Yəni i-nin üstünə move i gəlməliyəm. Yodun üstünə də moves yod gəlməliyəm. Bu bitdi. Bu hissəni qutardıq. Bunu eləyəndən sonra mənim yoxlamalı olduğum belə bir şey var. Bayaqları yuxarıda da dediyimiz kimi. Məsələn, buradayam, ya buradayam. Bəlkə mənim gətirib bura çıxardır. Birinci yoxlamalı olduğum sərhədlərin içərisindədir. 0 və n arasındadır. Yəni bu n dediyimiz hissənin, yəni bundan kiçikdirmi? 0-dan böyük bərabərdir. İfadə edə bilirəm. Pythonda bir dənə şey var ki, bu endləri, məsələn, 0 kiçik bərabərdir, məsələn, 7 kiçik bərabər 9, bunu yoxlaya bilirsiniz. Aslında bu cür yoxlayır. Kiçik bərabərdir 7 and belə gedir də. 7 less or equal to 9. Bu cür götürür. Əgər iki tərəfi eyni and varsa, bunu sadəcə bir dəfə yaza bilir. İndi şey bir dənə fikirləşməyə çalışın. Mən əgər deyirəmsə ki, mənim yeni n-im onsuz da bunun arasında olmalıdır. İzah edirəm ki, bunu da belə yazaq. Onsuz da n-im bunun arasında olmalıdır. Və mən bilirəm ki, mənim n-yodum da bunun arasında olmalıdır. Yəni sətr sütun ikisi də fikir verin. Sətrimdə 0 n-də olmalıdır. Sütunum da 0 n-də olmalıdır. İzah edə bilirəm. Yəni bunu durub C-dəki kimi yazanda görəsiniz nə demək istəyirəm də. Amma bir də məntiq var. Bu n-i 2 dəfə yazmışıq. Yəni mən bunu götürüb belə də yaza bilərəm də bu hissəni. N böyüdür n yod. O da böyük bərabərdir 0. Digə bura ilə bitişdirin. N-i. Onsuz da ardıcıl əndlər gəlir deyə bura qədər birinci bunu yoxluyur. Sonra bunu yoxluyur. Sonra bu hissədə gətirib bunu belə yaza bilirəm mən. Çünki maraqlı bir şeydir. Sadəcə olaraq gedişata görə göstərmək istədim ki, bunu belə yaza bilirsiniz. Bir dəfəyə. Fərqli görünür, maraqlı görünür, şirin görünür məncə. Niyə də yazmayaq da? Və burada belə eləyəcəm. N i kiçikdir n-dən. N-in özü böyükdür n yoddan. Bu da belə. Sizcə də şirin deyil. Və bir şeyə də fikir verməliydik ki, orada ki, non-visited olmalıdır. Yəni mənfi biri 100% görməliydik ki, yəni ziyarət eləmədiyimiz bir xana olmalıdır. Ona görə bir dənə də end veririk və burada deyirik ki, gridimizin içərisində indi baxdığımız xananın özü eyni zamanda baxılmamış bir xana olsun. Buna diqqət edin. Bu şərt end ardıcılı yoxladığına görə bu şərt ödəməyibsə bura keçməyəcək. Siz birinci bunu yazmış olsaydınız, əgər belə bir xana mövcud ola bilməyəcəksə, yəni o gridin içərisində yoxdursa da, o zaman xəta alardınız. Yəni bu şərtin tamam end vurulma deyə düşünməyin ki, birinci hansının olmağı önəmlidir. Çünki buranı yoxlayandan sonra şərt ödənməyəndə end ikinci tərəfə keçmir. Aydındır, indeksli məsələlərdə həmişə indeksin varlığını yoxlayıb sonra biz indeks elementinə baxmaq məcburiyyətindəyik. Buradan bir mənfi birimizi veririk. Şükür buranı qutardıq. Bura gedəndən sonra təbii ki, orada bir yeniləmə həyata keçirəcəyik. Biz deyirik ki, əgər yəni non-visited bir xanadırsa və mövcuddursa, o zaman o xananı nə edəcəyik? Baba fikir verin. Məsələn, buradayım. Və mən baxıram ki, ya da burada olun. Və mən baxıram ki, bu xana mövcuddur. Yəni mənfi bir xanasıdır. O zaman mən nə edirəm? Bu sonuncu bura gəldiyim xananın üstünə bir gəlməklə bunu yeniləyib 4 deyə bilərəm də. Çünki əgər buradan oraya getmək üçün, mən fikirləşirəm ki, birinci bura, sonra buralarla bura, sonra bura gedə bilərəm də. Yəni sıfırdan bura gəlməyin yerinə, bir üzrdən, buradan sıfıra getməyin yerinə sıfırdan bura gəlməyə məntiqən fikirləşdim ki, sıfırdan bura gəlmişdim. O xanadan da bura gəlmişdim 4 addıma. Aydındır. Ona görə biz olur grid, iod, yəni sonuncu iodun üstünə bir gələcək. Bitdi. Və bu iodun üstünə bir gələndə artıq mən bilirəm ki, bu xanaya mən nə etmişəm? Müraciət eləmişəm. Nə mənada? Yəni mən xanaya müraciət elədiyimə görə artıq siyahıya salıram ki, bundan sonraki yerlərə də mən ziyarət eləyəcəm. Yəni bunu artıq siyahıda saxlayıram ki, buradan haralara gedə bilərəm, ona da bax. Ona baxmaq üçün Q-yə əlavə edirik. Bunu append, burada deyək ki, grid, n yod. Onu da götürürük, buraya əlavə edirik. Sual bitdi.
Ciddi bitdi. Çünki bizdən telefon gözləyim, bir dənə göstərək də bunu. Məsələn 8 eləsə. Oy, sesin yetmir. Bir dəqiqə. Top left. Niyə belə problemlə rastlaşdıq? Cannot unpack non-iterable integer object. Qui pop left. Такое. Bir dakika. Orada problem var mı? 30 bilmiyorum. Bir dakika. Non-iterable deyir. Ya bunu bir qıraqda yazaq, ondan sonra götürək ki, burada problemimiz nədir? 5 elə olanda yarışda da olur. Bir də görsən ki, problem çıxır, tələsməyə lazımdır. Bu belə olsun. İod olsun. Left. Burada işlədi. Haycan. İşlədi. Düz misal verirəm ki, kəməsə neyirsən. Bu işlədi. Onda burada niyə belə oldu? Cannot unpack non-iterable integer object. Orada işlədi, burada işləmədi. Cannot unpack non-iterable integer object. Belə çıxır ki, Que'da biz integer object mi tapırıq? Ki, mən bunu belə vermişəm. Neçə ola bilərəm? Bir dakika. Bunu submit eləyim, mənim ürəyimdə qaldı. Bəlkə burada keçir mənim özümdə. Ərəbi də olur deyə mənim özümdə düzgün işləmir. Belə qəribə şeylər yaşayıram. Runtime'da. Okey. Niye problem olsun? Niye böyle bir problem olsun? Şimdi biraz fikirləşək. İod var, yaxşı. Bunu necə də eləmək olar ki burada? Yaxşı bu gəldi. Bunu elə belə özümə maraqlıdır ki. Birinci print eləyim. Mən özümə maraqlıdır ki, o nədir? Həqiqətən maraqlıdır ki. Bunu 1-0 eləyir. Bu 0-0 gəlir. 0-0 gələndə no iterable integer object. Ya bunun bir dənə type'ına da baxaq. Type tapıldı. Class integer. Ha. Çatdı. Amma burada düzgün upload eləməmişim. Neyse, deməli burada mövzu nədir? İzah eləyəcəm. Deməli, gridin özünə əlavə eləmək lazım deyil. Burada mənim əlavə eləməli olduğum şey budur. Mən axı burada koordinatları artırmalıyam. Aydındır. Koordinatlar yerinə grid elementini artırıram. Grid elementi də orada fikir verin. Fikirləşin ki, burada 4 falan artırıram. Mən orada 4-ə gəlib çıxır. Bir dənə element var, 2 yerə parçalamağa çalışıram ki, alınmır. Ha, bitdi. Hə, deməli bitməyib 5. Burada bizim çıxışımızla oradakı çıxış arasında ciddi bir fərq var. Nə mənada deyirəm? Fikir verin. Məndən list istəmir, belə bir şey istəyir.
Onun indi üstünə biraz işləyib düzəldəcəyik. Ya olur elə şeylər, yəni girişdə çıxışda bir də göz ki, nələrsə yaddan çıxarırsınız. Olur. Yəni başa düşdükdə biz burada koordinat atırıq ki, hansı koordinata baxacağıq daha sonra. Yəni məsələn, buradan artıq bayaqları boş vəziyyətdə fikirləşin. Bura gəlmisiniz, koordinata atırız ki, bundan sonraya baxaram. Amma hələ baxmırsınız da, deyirsiniz bundan haralara gedə bilərəm. Birinci onları müəyyən edirsiniz. Bu ikisinə getdiniz və getdikcə də arta-arta gedirsiniz. Sonra bundan gedə biləcəyiniz yer qalmayanda birinci getdiyinizin davamını arta-arta gedirsiniz ki, buradan hara gedə bilərəm və s. və axır belə-belə doldurursunuz. Onda buranı biz düzəldək. Buranı biz düzəldək. Hərsə belə bir şey olacaq bu. Bizdə olacaq. Bunların arasını açım, join eləyim. Ondan sonra bir map verim. Burada olacaq stringə çevirim. Sətrini götürüm və deyim ki for row in grid. Bir dəqiqə. Yəni deyirəm ki, gridin hər bir sətrini götür stringə çevir, arasında boşluqlar olmaqla və onları götür alt-alta çap edin. Bu şəkildə gedir. İndi bunu biz submit eləsək, məncə buradan xətasız bəlasız qutaracaq. Getdi. Yəni bir tane bir şey işləyir. Məsələ nədədir? Problem nədə olur? Burada fikir verin, intensiv biz siyahlarla işləyirik. Siyahlarla işləyəndə ola bilər ki, siz fikir vermirsiniz. Siyahlarda PyPy sürətlidir. Amma siyahlarla işləmirsinizsə CPython daha sürətli olur və görə bilərsiniz ki, yəni birində keçməyib deyə dirəşməyin. Bəzən ikincidə yoxlasanız keçir. Xüsusən belə aqressiv vəziyyətdə işlədiriksə ki, bunun bir qosunu hesablasanız görəsiniz, sadəcə kubazada gəlib çıxır bəzən. Yəni prefer search düzgün yığmasanız enin kubuna gəlir. Elə bir şey gəlib çıxartsınız, hiss eləyəsiniz ki, gedişatda problem var. Kubuna gəlirmi, yoxsa biraz fikirləşim? Məncə kubuna gəlir. Yəni vəziyyət o qədər də rahat olmur. Fikirləşin ki, pis yığın bir dənə kodu belə düşünməyə çalışın da, normal tipi kimi düşünün. Buradan query işlətməsəydiniz, ardıcıllıq qurmasaydınız, fikirləşin ki, pis gündə yığmışsınız. Buradan gəldiniz, bundan sonra every possible way kimi düşünün də, bütün mümkün yolların hamısına baxa-baxa getməyə çalışırsınız. Avtomatik olaraq kub yox, hətta 8-ə falan gəlir. Çünki hər xananın gedə biləcəyi 8 xana olduğunu nəzərə alanda. Amma bir şey də var da, orada əvvəl visit elədiyim optimizasiyanı vermişəmsə ki, məncə daha ağır olacaq. Kodu yazıb baxmaq lazımdır, belə adamın ağlına gəlmir. Çünki bu vəziyyətdə onu eləmirik deyə bu daha sabit gedir. Elə bir ki, limitləmələr çoxdur. İndi uzun sözün qısası, minin özü də əslində problem. 1Y3 işlətdiyimizə görə limitə yaxınlaşdırır, da ağır bir söhbət ki var. İndi burada bayaqlar dedimi, query işlətməsəydik, bunu normal vəziyyətdə qurmağa çalışsaydıq ki, fikirləşin bunu işlətməmiş collection'ı və normal bir şəkildə query yox, bir listin içərisindən götürürük. Orada bayaqlar dedimi, belə eləyəcəkdik də, bunu götürüb həmişə birincisini götürsəydik və davamında götürüb o birincisini silsəydik oradan. Görüntü etibarında məsələn 4 falan yazsız eyni görünür. Amma sürət baxımından ki, o bayaq ki sürətdə 34 idi, səhv eləmirəmsə 0.34-dən danışırıq. Məncə yəni xeyli itirib, hətta time limit azada düşəcək. Amma düşmədi. Yəni eləmək olarmış. Ki, əgər o qədər də yoxdursa da anlayışınız, əlavə kitabxana falan filan, FIFO məntiqini tutmuşsa, birincinin işlədirsiniz və onu ləğv edirsiniz, artıq oradan çıxarsınız. First input, first output. Buradan belə. Elə çətin deyil, düzdür. Yəni normalda yenə də deyirəm ki, əlavə kitabxana falan filan gətirmədən yazmaq olur. Yəni sınamadan bəzən kodun da gedişatını bilmək olur. Mən belə gözləmirdim açıq. Mən daha ləng bir şey gözləyirdim. 2 dəfəyə yaxın lənglik var, düzdür, amma mən daha ləng bir şey gözləyirdim ki, çünki optimizasiyasının yuxarı olduğunu düşünürdüm query'nin. İndi bunu belə deyək ki, bu burada qalsın. Burada qalsın. Onsuz da bunu bilirəm də, query işlədəcəm. Bunu C++-da yazmağa çalışıyorum. 2 dəfə o yan bu yan eləmək adamı yorur. İndi C++-da bunu yazmağa çalışanda main cpp bizim əlimizdə nə var idi? Birinci işlətməli olduğumuz nədir? Birinci onu başa düşməyə çalışaq. Bir dəqiqə fikirləşim. Bir dəqiqə. Olacaq.
include boy. Hepsi oldu. IOStream include IOStream, sonra deməli gridin özünü vektorda saxlayacağam. Include vector. Sonra mənə query lazımdır. Onda bizə lazım olacaq include. Burada artıq query lazımdır. Yəni bu dəyişməyin adı yoxdur. Bu getdi. Using namespace standard bu getdi. Və int main getdi. Sonra return 0. İndi içəridə birinci nə edəcəkdik? N'in özünü götürəcəm. Int n sin n getdi. Götürəndən sonra gridi yığmalıyam. Onda olacaq bizdən bir dəqiqə. Vektorda yığırıq da. Birinci integer fikirləşdim. Tamam, vektorun içərisinə vektor verəcəm ki, onun da içərisindəkilər integer olacaq. Bu eləyəndən sonra bizdə grid verəcəm və deyirəm n dənə elementi var və hər bir elementi də vector int onlar da bizdə n hamısı da mənfi birlərdən ibarət. Bu bitdi. Deməli bu hissəni yığdıq. Yəni burada gördüyünüz şey elədik. Yəni deyirəm ki, n dənə elementə sahib olacaq və hər bir n elementi də mənfi birlərdən ibarət n dənə təzədən. Yəni mənim deyirəm burada demişdim bir siyahım var ki, n dənə bu siyahlardan ibarətdir. Burada deyirəm bir dənə vektorum var ki, içərisi vektorlardan ibarətdir. Yəni n dənə elementi var və hər biri bu vektorlardır. İndi bunu götürəndən sonra içəridə mənim etməli olduğum nədir? Burada nə eləmişdim ki, gridin elementini artıraq. Onda olacaq grid 0, 0, bu da olsun 1. Bu da getdi. İndi bu grid elementini artırdıq. Gridlə işimiz qutardı. Olacaq moves'u yığmalıyam. Moves'u integer array kimi yığmaq məncə daha məntiqlidir. Integer array kimi yığaq. Moves. Orada bir dəqiqə neçə dənə element var? 8 dənə element var, hər biri 2 elementlidir. Onda olacaq 8-in 2-yə. Onun şey kimi baxın. Bunların hamısını alt-alta yazsaydı 8 dənə sətirdə olacaqdı, 2 dənə sütun olacaqdı. Elə baxmağa çalışın. Deməli 8-in 2 olacaq. Onu da bir dəqiqə. Normalda mən bunu götürüb belə qoyuram. Əslində. Hətta belə qoyuram. Göstərəcəm necə. Çox belə dandik bir şey qoyuram. Deməli, burada nə yığmışdıq? Onda oxşar gedək də. Deməli, birinci birlərdən gələk. Olacaq. Of, niyə belə eləyir? Əllə yığmışam deyə vaxtında. Deməli, olacaq 1, 2, düz dedim. 1, 2, vergül. Ya bunu mən kopyalayayım. 1, 2 olacaq. 1, mənfi 2. Bu getdi. Sonra bunun aşağısından bunları kopyalayayım. Burada olacaq bizdə məncə mənfi 1'ləri yazmışdım. Burada da yine mənfi 1'dir. Onda bunun aşağısından bunun ikili variant var. Ki burada artıq çox söhbətlər dəyişməli. 2'nin 1'ə, 2'nin mənfi 1'ə, mənfi 2'nin deyirəm düz getdim. Bir dəfə də yoxlayaq və bunu burada bağlayaq. Bitdi. Deməli bu hissə bağlandı. Bir dəqiqə təzədən baxın. Bu getdi. Kodu oxşar yazmağa çalışıram, ona görə deyirəm. Demək query qurmağa çalışırıq. Onda bizdə olacaq. Onun içərisində nə cürdür? Deməli integerlardan pair götürməliyəm. Pairləri verirəm. Yəni cütləri götürürəm. Və onlar məndə integer olmalıdır. Tamam. Yəni query işlətməsi vəziyyətimiz ağır olacaq çünki. Ondan sonra adını query qoyuram və ona birinci elementi mənimsətməliyəm. Buradakı mən o qədər rahat deyil də. Olacaq query push və bizə nə lazım idi? 0, 0. Deməli, belə ifadə edeyim. Mən özüm yığmışam deyə, bu əlavə plugin falan yoxdur Neovimdə. Bəzi şeylər anormal dərəcədə çətindir. Doğrudan anormal dərəcədə çətindir. Çünki mötərizələri öz açıb bağlaya bilsin deyə bir-iki dənə hissə yığmışam orada.
O da ki normalda query işlədəcəyim ağlıma gəlmir. Ona görə şey eləməmişəm vaxtında. Bunlar getdi. Bundan sonra bizdə nə var idi? Bax burada deyirik ki, query non-empty-sə, bunu da şeydə yoxlayanda, while-da yoxlayanda deyirik while-da yoxlayanda deyirik ki, query empty, yəni non-empty-ni empty olub olmadığını yoxlamaqla eləyirik də. Deyirik ki, boşdursanın əksi, not query empty, yəni boş deyilsin. Orada da əslində eyni şey yazmışıq. Ondan sonra elədiyimiz budur ki, bunu bu cür götürmək olmadığına görə dərs olsun. Biraz belə olacaq. Orada yadınıza salın, pop left idi. Burada front olaraq götürürük ki, baş tərəfdən götürür ki, bu oxşar bir şey alınacaq. Onda belə eləyəcəyik. İodlar bizdə pairlardır. Bax, query'nin içərisində bizdə pairlar var, düzdür? Deməli, biz pair götürürük oradan. Yəni, pair. O pairləri götürəndən sonra pairlərdə belə eləyək. Onsuz da EAO-da götürəcəyik, temp olaraq götürək. O temp olaraq götürəndə deyək ki, query'nin frontundan götürək. Aydındır. Onun baş hissəsindən götürürük. Və baş hissəsindən götürəndən sonra necə ki pop left eləmişdik, sol tərəfdən götür. Bu dəqiqədə onu götürür. Temp bir dənə value götürürəm. Və o value-nu götürəndən sonra onu oradan silməliyəm. İfadə eləyə bilirəm. Bunun popu soldan silir. Problemimiz yox. Amma Python'da biraz fərqlidir vəziyyət. Python sağdan işləyir, bu soldan işləyir. İndi bunu eləyəndən sonra biz burada int deyirik, i-ni götürürük və temp value-nun first elementini götürürük, birincisini. İzah eləyə bilirəm də məsələn. Burada həmin o paranı götürmüşük. Məsələn, buradakı 0-0-ı götürmüşük. O paranın birincisini i-yə verəcəyik, ikincisini yoda verməliyik. Biz düzdür. Temp value-da biz second-ı götürəcəyik orada. Aydındır bir isə. İndi, yəni bu sətri ümumi olaraq izah elədim də. Götürdüm və sildim. O qədər rahat olmadı, düzdür. Götürdüm, mənimsətdim, sonra sildim. Oxşar bir situasiyada sadəcə bir sətr aşağıda qaldı. İndi, yəni bunu götürmüşəm, sonra bunlara mənimsətmişəm. Yəni normalda o bir dillərdə olsa belə mənimsətmə olur. Birinci nəyəsə götürürsən, sonra birinci, ikinci kimi götürürsən, indeksdə mənimsədirsən, elə olur. İndi, bunu eləyəndən sonra bizdə baş verməli olan nədir? Bu qədər rahat giriş eləyə bilməyəcəyik bunları bu cür götürmək. Necə deyirəm, yəni bu mənimsətməklə götürmək biraz problemli olacağına görə. Normal indekslə girməyə çalışaq. Onsuz da bilirəm ki, burada 8 element var. Onda olacaq for i ilə giriş elədiyimizə görə yod da var deyib k ilə giriş eləyək. Integer k equal to bizdə 0-dan başladaq onu. K 8-dən kiçik olduğu müddətcə, yəni bunlardan söhbət ki, onların hər birinə giriş eləməyə çalışacağıq. Və k++. Onların hər birinə giriş eləyəndə belə bir şey olacaq. Yəni birincinin 0-cı və bu indeksindən söhbət gedir. İkincinin 0-cı və bu indeksi, üçüncünün 0-cı və bu indeksi, birinci indeks daha doğrusu, 0-cı və birinci indeksi. Yəni birincinin 0-cı və birinci, ikincinin 0-cı və birinci, belə gedəcək. Onlarda biz belə götürəcəyik ki, int, məsələn, burada eniləri nə cür götürmüşük? Eni yox, əstəxlə, emiləri. Int, emi, burada bizdə bərabər olacaq. Moves, k yerində qalır. K 0-nu buradan götürür. Bir də m yod, yenə orada moves, k yerində qalacaq. Bu k yodu üstü. K 1-ı buradan götürəcək. Və fikir verin, onsuz da hər bir 2 elementdir deyə birincisi 0-cı indeks, ikincisi 1-ci indeksə düşür. Siz deyirsiniz ki, indi baxdığımın birinci pozisiyasını M-yə, ikinci pozisiyasını M-yoda mənimsət. Yəni, bu qədər bəsitdir o hissə. Aydındır. Yəni, giriş elədik. Bunu for hissəsini 2 sətirdə yazı olsun. İndi bu hissəni düz qoş eləmək lazımdır. O hissəni düz qoş eləyəndə vəziyyət o deyil də. Gəlin, bir dəfə eləyək bu N-ini. Mən niyə çox uzatdım onu? İ üstə gəlmiş eləyək. M-ini ayrıca çıxardıb, onu ayrıca çıxardana kimi. Elə buradan götürürük də gül kimi işləyir. Deməli, belə elədik. 2 sətdə ehtiyac yox, yeməyə ehtiyac yoxdur. Elə fikirləşin ki, gəldim, götürdüm, işlətdim, getdim. İndi bunu yazmaq məsləhət görünür. Biraz ağır söhbətdir. Ona görə belə eləyəcəyik. Ardıcıl yazmağa çalışacağım. Burada götürəcəyimiz budur. If n kiçik bərabərdir n i-dən və onun özü də n-dən kiçikdirsə və eyni zamanda bizim
Bunu eləyə bilməyəcəyimiz yadınıza salın. N'imiz aha. N'imiz budur. Və eyni zamanda bizim sıfırdan kiçik bərabər olmalıdır N yodumuz. New yoddan söhbət gedir və eyni zamanda bu N yod həmçinin kiçik olmalıdır N'dən. Ki bu da düzdür. Və bunu eləyəndən sonra qridi hesablayanda, elə qridin özü budur. Bunu yazırıq gedir. Bu gedir. Orada iki dənə əməliyyat icra olunduğuna görə, yəni bu və bu. Onları ardıcıl sətirlərdə yazmalıyam deyə, deməli alt-alta yazacağım. Birinci əməliyyatda qriddə dəyişiklik eləyəcəyik. Onsuz da iki proqramlaşdırma dilinin ikisinə də eyni şeydir. O qədər də belə dəyişiklik eləmir. Və ikinci hissə tam olaraq oxşamasa da oxşuyur məncə. Yəni yola vermək olar. Buradan belə eləyəcəyik. Bir dənə bunu push eləyəcəyik, gedəcək. Bəs düzdür. Buradan bir dənə push eləyəcəyik. Bir də burada məsələ nədir? Fiqurlu mötərizələrdən istifadə edirik. Aydındır, əreyləri işlətdiyimizə görə. Bunları götürdük və məncə bura qədər heç bir problemimiz yoxdur. Bəli. Bundan sonra nə etmişdik biz? Çap məsələsi. Deməli, bunun içərisindən birinci giriş eləməliyik. Olacaq for bir dəqiqə. Gridin elementlərini necə qoymuşduq? Vektor qoymuşduq da. Onda burada deyirik ki, vektor row, row'un buradan griddən giriş eləyirik. Giriş eləyəndən sonra bir dəqiqə alt-alta sətr də lazımdır. 2 sətr də gedəcək. Deməli, məndə içəridə bunları birləşdirməyə ehtiyac var mı? Yox, elə birbaşa çap eləyək geçsinlər. Onsuz da mən row'un özü vektor integerdir deyə, yəni row'un elementlərinin integer olduğuna mən əminəm. Onda yaza bilərəm element row'un içərisində. O da olacaq. Onların hamısını çap eləyəcəyik. Cout element və bu da aralarına boşluq atacaq. Düzdür? Və sonra cout yeni sətr. Hamı xoşbəxt. Yox. Niyə belə oldu? Bir dənə artıq çıxdı. Mənə elə gəldi, hamısı bir dənə artıqdır. Hiss elədim. Elə hamısı bir dənə artıq idi. Gridin başlanğıcını 1 vermişdim, hamısı bir dənə artıq görünür. Cəbəb yadımdaydı da bu 3 olmalıydı. İkinci də orada 1 gəlir və yaxud 3-dən 4 gəlir. Belə deyək də, bu xana ilə bu xana. Bunlar 3 olmalıydı və yaxud 4 idilər. Bir dənə artıq başlamışdı. Burada niyə elə yazmışım, özür də bilmirəm. Bu ümumi olaraq kod pis deyil. Yəni rahat bir koddur. Mənə elə gəlir ki, ağla gələn bir şey deyil, elə də çətin deyil. İndi gəlin bunu da submit eləyək. Bir də sualı həll eləyəndə məsələ budur ki, fərqli yaxınlaşmalar işlədir. Video çəkməmişdən qabaq da oturub fikirləşirəm ki, hansı yaxınlaşma daha çox insanın başa düşülən olacaq. Məsələ sadəcə kodu yazmaq deyil. Kimsə qabağına qoyanda onu başa düşməsi, onu analiz eləməsi. Daha sürətli kodlarım olub mənim bu sual üçün ki, bu da yaxşı bir nəticədə əslində qalan, elə pis deyil. Kodun özü anlaşıqlıdır, oxunandır, yəni. Beyinlərdə belə sual işarəsi saxlayan bir kod da deyil. Mənə elə gəlir. Yəni rahat bir koddur. Ola bilər mənim yazı üslubum biraz belə qarışıq gəlsin ki, məsələn, Python-dakı ilə də yanaşı yazanda anlaşılan saxlamağa çalışıram həm də. Bəzi şeyləri bir də əl alışqanlığı var ki, bu məndə həmişə belə yazmışam. O vaxtdan belə idi. Bir də giriş-çıxış məsələsi də var ki, giriş-çıxışı bilməm, yəni biz optimallaşdırsaydıq nə dərəcədə belə nəsə dəyişərdi. Çünki Cout-da keçən dəfə canlıda da deyirdik ki, çox C-in üçün nəsə eləyir, Cout üçün nəsə eləmir. Amma intensiv Cout işlədirsinizsə də orada nəsə bir təsir olur. iOS synchronize with STVO bunu götürək və C-in onsuz da girişə ehtiyac yoxdur bu dəqiqə bunda. Mən inanmıram elə də bir ciddi dəyişiklik eləyə. Yəni belə bir şey eləmək olar məsələn. Kim
14 idi də mənim elə yadımda qalıb. O elə də ciddi bir şey deyil yəni. Yarışda ola bilər ki, bu sətr sizi nədəsə qutarsın. Əl alışqanlığı birinci sətrə yazarsan ya nəsə. Ola bilər bir şey deməm amma. Dəhşətli bir şey deyil mənə görə. Fərqli yaxınlaşmalarla eləmək olarmı? Olar. Pop işlətmədən şeylə də eləmək olur. Məsələn, head hissəsi ilə işləyirsiniz, array qurursunuz. Sadəcə olaraq orada dəqiq kvota qoyursunuz ki, neçənci elementə getdim. Belə eləyə bilərsiniz aslında. Siz necə? Fikirləşin ki, bu arraydir. Bayaqlarda biz nə edirdik? Buradan kəsə-kəsə gedirdik, element qalmadığı müddətcə. Onda onu belə götürməyə çalışırıq ki, biz belə deyək. Elementi axırına artırırıq, amma növbətidə elə ki, bu bir indeksdir. İndeksinə t deyə yaxşı. T-ni sıfırdan başlayırıq. Hər girişdə onun sayını artıra-artıra gedirik. Aydındır. Sadəcə olaraq statik olaraq hər dəfə artıranda da orada da bunun uzunluğu bir L elementi saxlayırıq. Bu elementi artıranda onu da bir dənə artırırıq. İfadə edə bilirəm. L elementi artırırıq. Çünki kodun özünə baxsa siz eləyəsiniz ki, if-ə hər zaman girmir yəni. Hər zaman girmir yəni o L elementini artırmayasınız hər zaman. Onu öz implementasiyavızda yoxlaya bilərsiniz. Deməli, o kod belə olacaq. Siz başdan deyirsiniz ki, məsələn, L bərabərdir 1, T bərabərdir 0, T kiçikdir L-dan olduğu müddətcə while-ı qurursunuz. O zaman bunu artıranda, normal array element artırmaq kimi düşünməyə çalışın ki, array'in onsuz uzunluğunu bilirsiniz ki, n'in kvadratının aşağısı bir şey deyil o. O elə də götürə bilərsiniz ki, max element kimi ki, sonra gəlib çıxası deyil. Onda götürürsünüz L-i bir dənə artırırsınız, T-də burada yenə deyirəm, kiçikdir L-dan verirsiniz şərti. Bu qədər belə şeylər yazmağa o qədər də ehtiyac qalmır. Sadəcə array'in içərisində ya da vektorun içərisində götürüb onları saxlaya bilərsiniz ki, pairlərlə onları ata-ata gelirsiniz, query işlətmək istəmişsiniz. Yəni bunu elə də işlətməyə o qədər ehtiyac yoxdur. Kod implementasiyası məncə o daha sürətli deyil. Çünki Python'da da gördünüz ki, query işlədəndə daha sürətli bir nəticə əldə edirik. Əl alışqanlığı, yəni nəyi nə işlədəcəyinizi başa düşün. Başqa niyə görə dedim? Ola bilər hardasa bu yaxınlaşmanı işlətmək istəyəsiniz və bəzi suallarda bu lazım olur. Xüsusən tip və search-də daha çox lazım olan bir anlayışdır. Belə DCA ilə bağlı data structure algoritm məncə bu qədər yetir. Sağ olun, salamat qalın. İnşallah ki, anlaşılan faydalı video oldu.